Salam kanalımızın hörmətli izləyiciləri. Sizə bu gün imtahanlara çox düşən məqamlardan birini izah etmək istəyirəm. Bu, türk dünyası ilə bağlı olan məqamlardır. Xüsusən də MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlar bu hissəyə diqqət etirsinlər. Eyni zamanda olimpiyada və abituriyent imtahanlarında da istifadə edilə bilər. Biz bilirik ki, türklər Altay dil ailəsinə mənsubdur. Altay dil ailəsinin türk dil qrupuna. Türk dil qrupu da mənşəyinə görə 4 yarım qrupa, yəni 4 qola ayrılır. Oğuzlar, Uyğurlar, Qıpçaqlar və Bulqarlar. Oğuzlar, yəni bizim dilimizə daha yaxın olan xalqlardır. Məsələn, Azərbaycan türkləri ilə yanaşı Türkiyə türkləri, Cənubi Azərbaycanlılar, Qaqavuzlar Moldovada yaşayırlar. Türkmənlər, Türkmanlar. Türkmənlərlə Türkmanlar eyni deyil. Türkmənlər Türkmənistanda yaşayırlar. Türkmanlar isə İraq və Suriya arasında yaşayan yerli türklərdir. Aksika türkləri və Krım tatarları. Uyğura aiddir. Özbəklər, Salarlar, Uyğurlar, Xakaslar, Tıvalılar, Şorlar, Komasin Tobollar, Baraba tatarları, Çulum tatarları və Xakaslar. Diqqət yetirin. Krım tatarları Oğuza, Çulum tatarları və Baraba tatarları Uyğura aiddir. Qıpçaqlar, Q hərfi ilə başlayanlar, Qaqavuzlar və Qaraçaylılar istisna. Qalan Q'lar Qıpçağa aiddir. Qazaxlar, Qaraqalpaqlar, Qumuqlar, Qırğızlar, Altaylar, Noqaylar bura aiddir. Bir də Bulqar türkləri. Bura aiddir tatarlar, sadəcə tatarlar, Tataristanda yaşayan tatarlar, Başqırdlar, Balkarlar, Qaraçaylılar, Karayimlər və Çuvaşlar aiddir. Türklər eyni dilə mənsub olsalar da, eyni dinə mənsub deyirlər. İslam dininə sitayiş edənlər türklər, Azərbaycanlılar, tatarlar, özbəklər, qazaxlar, qırğızlar və türkmənlərdir. Buddizmə sitayiş edənlər Tıvalılar və Uyğurlardır. Şaman dininə sitayiş edənlər Xakaslar, Altaylar, Yakutlar. Xristian dininə sitayiş edənlər Qaqavuzlar, Çuvaşlardır. Əsasən Avropada yaşayanlardır. Bir də Yudaist dininə sitayiş edənlər, yəni Yahudi dinini qəbul edənlər